Komandanın əsas oyunçularından sayılan Elvin Cəfərquliyevin əvəzedici heyətə göndərilməsi təkcə idman ictimaiyyətində deyil, azarkeşlər arasında da geniş rezonans doğurub. Elvin Cəfərquliyevin əyləncə məclislərində tez-tez görülməsi, vacib oyun ərəfəsində partidə iştirak etməsi və bu halın təkrarlanması Qurban Qurbanovun səbir kasasını daşırıb. Məlumata görə son vaxtlar populyarlığı artan milli üzvü diqqətini futboldan kənar fəaliyyətlərə yönəldib. Hazırda yayılan məlumatlar əsasən media iddiaları və sosial şəbəkə müzakirələri səviyyəsindədir. Klub daxilində intizam tədbiri görülübsə, deməli bu olmalı idi. Etibarlı mənbələrdə Elvin Cəfərquliyevin cəzalandırılması ilə onun dini baxışları, dini mənsubiyyəti və ya dini fəaliyyəti arasında hər hansı əlaqə olduğuna dair təsdiqlənmiş məlumat yoxdur. İnsanın dini etiqadı şəxsi və həssas məlumatdır. Belə məsələlər barədə rəsmi sübut olmadan fərziyyə yürütmək və ya əlaqə qurmaq yanlış və zərərli ola bilər. Mediada yayılan məlumatlarda əsas vurğulanan məqam intizam pozuntusu və futbolçunun peşəkar fəaliyyətindən kənar davranışları ilə bağlı iddialardır. Baş məşqçi üçün futbolçunun istedadı nə qədər böyük olsa da intizam qaydalarının pozulması qəbul olunmazdır. Azərbaycan futbol tarixinin ən yaxşı məşqçisi olan Qurban Qurbanov illərdir Qarabağda yaratdığı sistemlə uğur qazanır. Onun komandasında ad, status və ya populyarlıq heç vaxt qaydalardan üstün tutulmayıb. Bu qərar da əslində bütün futbolçulara bir mesajdır. Kim olursan ol, qaydalara əməl etməlisən. Elvin Cəfərquliyevin peşəkar karyerasına arasaq görərik ki, o Azərbaycan futbolunun son illərdə yetişdirdiyi ən perspektivli sol cinah oyuncularından biridir. Cəfərquliyev sürəti, texnikası və hücuma qoşulmaq bacarığı ilə seçilərək qısa müddətdə Qarabağın əsas heyətində möhkəmlənib. Avrokuboklarda qazandığı təcrübə onun inkişafında mühüm rol oynayıb. Xüsusilə Qarabağın UEFA turnirlərindəki oyunlarında sərgilədiyi performans onu daha geniş auditoriyaya tanıdıb. 25 yaş futbolçu üçün ən məhsuldar dövrün başlanğıcı sayılır. Bu yaşda Avropaya transfer, daha böyük liqalarda oynamaq və karyeranı zirvəyə daşımaq üçün imkanlar yaranır. Lakin intizam problemləri futbolçuların inkişaf yolunda ən böyük maneələrdən biri hesab olunur. Elvin Cəfərquliyev üçün bu hadisə ciddi dönüş nöqtəsi ola bilər. O, son illərdə həm Qarabağın, həm də Azərbaycan millisinin əsas oyuncularından birinə çevrilmişdi. Lakin futbolçu karyerasında belə intizam problemləri inkişafı ləngidə, hətta gələcək transfer perspektivlərinə mənfi təsir göstərə bilər. Mövsümün sonuna qədər əsas komandadan uzaq qalacaq futbolçu üçün ən vacib məsələ etimadı yenidən qazanmaq olacaq. Əks halda bu hadisə onun karyerasında uzunmüddətli iz buraxa bilər. Namiq Abbasov, Today Press TV.